Herkese salam. Dostlar, bugün sizinlə üzləşmə aktlarının necə tərtib edilməsi ilə bağlı məlumat paylaşacağım. Biz bilirik ki, üzləşmə aktları debitorlar və kreditorlar arasında aparılmış rəsmi sənəddir. Bəs biz üzləşmə aktını nə zaman aparırıq? Ən çox mühasiblər işdən çıxanda təhvil təslim aktlarının içərisində üzləşmə aktları da olmalıdır. Çünki onlar özlərindən sonra gələn mühasibə işləri tam təhvil verdikdə və yaxud da hər ayın sonu mu deyim, elə müəssisə var, 3 aylıq, 3 aydan bir, yəni kvartallarda illik hesabat zamanı yoxlanış edir. Yəni borcların dəqiqləşdirilməsi aktı da demək olar buna. Bəs bunu necə tərtib edirik? Gəlin bir yerdə bu əməliyyata baxaq. Baxın, üzləşmə aktı həm alışlar bölməsində üzləşmə aktları, həm də satışlar bölməsində mövcuddur. Dediyim kimi, həm debitorlarla, həm kreditorlarla bu əməliyyatları etmək mümkündür. Gəlin biz alışlardan elə. Əslində hər iki sənəddə də girsək, heç bir fərqi yoxdur. Alışlar bölməsindən girin və yaxud satışlar bölməsindən daxil olun həmin sənədə. Biz bu sənəddə kontragenti podratçı və yaxud da kreditor seçiriksə, bizə kreditorla olan üzləşmə aktını tərtib edəcək. Debitorlardan seçiriksə, debitorla olan üzləşmə aktını tərtib edəcək. Gəlin baxaq. Üzləşmə aktları, yeni sənəd açırıq. Sənədimizi böyüdək. Tamam. Kimlə eləyirəm? Əgər kontragentin adı mənim üçün dəqiqdirsə, mən onun adını bu şəkildə yazsam, proqram özü verəcək. Dəqiq deyilsə, girirəm bura. Bu hissədən mal satan podratçı və yaxud da sizin dilinizlə isə kreditor papkasından öz kreditorumu seçirəm. Ayın tarixini burada qeyd eləmişəm ki, yanvardan cari vaxt, yəni bugünə qədər təşkilatın məlumatları üzrə doldurmaq, mühasibə çoxdur məlumatları üzrə doldurmaq. Tərtib etdi ki, biz ayın 29-u alış etmişik, bu mallar gəlib və maya dəyəri bu qədərdir. Kredit bizim ona olan kreditor borcumuzu, debet isə etdiyimiz ödənişi göstərir. Üzləşmə aktında nələr təsvir olunur? Malın alışı, əgər tədarükçə mal qaytarmışıqsa, həmin qaytarılan məbləğ və mallar ödəniş eləmişiksə ödəniş, artıq pul ödəmişiksə o belə təsvir olunur. Bizim üçün doldurdu ki 5689 manat 22 qəpik bizlə onun arasında podratçı ilə aramızda kreditor borcumuz var. İndi kontragentin məlumatları üzrə yenə tərtib edirik. Eyni məbləğdir. Yenə göstərir ki, ayın 29-u alış olub və eyni zamanda da 500 manat ödəniş olub. Və qeyd et veririk. Akt, üzləşmə aktının peçat formasını verdi bizə. Biz bu üzləşmə aktını Ctrl+P və yaxud buradan peçata və yaxud da WhatsApp tətbiqi, daha doğrusu WhatsApp inteqrasiyası vasitəsilə qarşı tərəfə göndərə bilərik. WhatsApp inteqrasiyası zamanı istədiyimiz, seçdiyimiz sənəd formasına salırıq və həmin nömrəni qeyd eləyərək nömrəni yazırıq, öz mətnimizi və buradan hansı fayl formasında yaddaşa vurub save eləmişiksə onu seçirik və göndəririk. İndi deyək ki, biz bu üzləşmə aktını qarşı tərəfə göndərmək istəyirəm. Mən bunu peçatdan çıxardıram. Vacib şəxslər imzalayırıq. Yəni bizim şirkət XMMC imzalayırıq, mühürləyirik, scan versiyasını göndəririk qarşı tərəfə. Qarşı tərəf açır, yoxlayır. Əgər bizlə onun arasındakı kreditor borc və ödəniş birə-birdirsə, qarşı tərəf də öz imzasını və peçatını vurub bizə göndərir. Və bu deməkdir ki, qarşı tərəflə bizim aramızdakı borc dəqiqləşdirilib, yəni düzgündür. Və biz burada yoxlama razılaşdırılıb işarəsini qoyub, qeyd et və bağlamaq veririk. Və baxın, sənədin üst baxışını nəzərdən keçirsək, razılaşdırılıb. Və biz artıq bu sənədlərə baxanda bilirik ki, hansı sənədimizin borcu, yəni debitordumu, kreditordumu dəqiq